Kadir. Kadir dayan. Yaşamak istemiyorum Nasim'le. Kadir. Kadir sen talihinde eğer böyle tez ölüm varsa onda ölmeliydin. Kadir sen yaşamalısın. Yaşamak için sebebim yoktu da. Ailen, bes ailen sebep değil. Benim ailem yoktu. Kadir bir dakika dayan. Her şey sen fikirleştiğin gibi değil. Dünyada her şey başka cürdü. Ben gördüğümü gördüm. Ben gördüğümü gördüm. Hemisi de bilirsən nə idi? Onlar mənsiz də xoşbəxt. Bak, ben de iller evvel sen dayandığın yerde dayanmıştım. Ben de ölmek isterdim. Ben de daha yaşamak istemirdim. Ama kızıma göre ölmedim, yaşadım. Hiç kim gelip bana demedi ki dayan, eleme. Ben özüm dayandım. Bak, gör neçə illər keçib artıq. Ben yeni ümitliyim. Ümid edirəm ki kızımı görebileceğim. Bak Kadir, hardasa senin başka bir hayat gözləyir. Senin yolunu kızın gözləyir. Kızının gözünü yolda koyma Kadir. Ver bırak Kadir. Kadir sakit ol. Ver bana. Mən hələ hazır deyiləm. Axı niyə? Qumru, bura sənin evindir. Sən də mənim xanımımsan. Hələ yox. Mənə düzünü de. Sən doğrudan məni sevib gəlmisən, yoxsa başqa səbəb var? Bilirəm. Ərini itirdin, ananı itirdin və bütün buna görə məndən şübhələnirsən. Başa düşürəm sənə. Ağır itkidir. Ama istəyirəm onu biləsən ki, mən səni doğrudan çox sevirəm. Sənə qarşı heç bir pis niyyətim yoxdur. Bax, ona görə səni evimə gətirdim. Ailəmi qarşıma aldım. İnan mənə. Bütün bu acıları sənə unutturacağım. Səndən təkcə bircə xahişim var. Qumru, inan mənə, sənə qarşı heç bir pis niyyətim yoxdur. Sən də məni qəbul elə, ailəmi qəbul elə. İnan mənə, səni xoşbəxt eləyəcəm. Bircə mənə inan, Qumru. Mən bilmirəm.
Yox, yox. Ola bilməz bu. Sən ölmüsən, Sən ölmüsən sən. Yaşamırsan, ölmüsən sən. Nə ölməyi? Buradayam, qarşındayam, sağam. Necə ola bilər? Bu sən ölmüşdün. Cahangir aparıb bastırıb səni, Cahangir bastırıb səni. Bastırmadı, çünki sağ idim. Cahangir aldatdı səni. Dostum, bu zamanədə dost yoxdur. Dost sənin cibindir. Pulun varsa, bugün dost da var. Pulun yoxsa, heç kəs də yoxdur. Necə, heç nə olmuyor. Mən öz əlimlə vurmuşam, özümü öldürmüşəm. Səni yerdeydin, yerdə. Cahangir aparıb bastırıb səni. Ola bilməz belə bir şey. Ay kişi, deyirəm ölməmişəm də, buradayam, sağam. Gözümə görünürsən sən mənim. Yoxsan. Ölmüsən sən, yoxsan. Get. Ay yoxamsa kimdən danışamam? Çıx get buradan. Yoxsan sən, ölmüsən, get. Get. Bastırmadı, çünki sağ idim. Cahangir aldatdı səni. Necəsən? Yaxşı, sən necəsən? Telefonda da heç nə demədin. Nə olub, niyə çağırdın məni? Gedək səni bir yerə aparacam. Hara? Gedək görərsən də narahat olma. Bildim, denəndə heç olmasa narahat oluram axı. Ülker, əlimdən tut. Gəl. Bomboş qala, sən nə danışırsan? Mən qoyardım bura boş qala. Buranın maşın dayanacaq eləyərdim, buna bax. Ay bəbi, sən heç bilirsən haradır. Şirkəti işlədən mən, sən mən işdən Cahangir. çıxardın. Seyran. Yaxşıdan da nəsə olur? Niyə belə elədin, hə? Neynədir? Niyə yalan dedin mənə? Niyə məni aldatdın ki, o adam ölüb? Seyran. Ölməyib. Ölməyib Cahangir, gözlərimlə gördüm, ölməyib, dipdiri dayanmışdı qabağımda. Bilirsən mənə nə etdi? Mənə dedi ki, Cahangir səni aldadıb. Sənin qardaşın Cahangir səni aldadıb. Niyə aldatdın mənə, Cahangir? Mən neynəmişdim sənə? Mən bədbəxt səni neynəmişdim? Nə pisliyim keçmişdi sənə? Sənin xəbərin var, mən vicdan azabından yata bilmirəm gecələr. Xəbərin var sənin? Var Seyran, var. Başa düşürəm. Vallahi başa düşürəm sən, amma biraz sakitləş, qurban ol. Nəyə sakit olun, hə? Necə sakit olun mən, Cahangir? Bu həyatda inandığım bir dənə adam var idi, o da sən idin. Deyirdim, Seyran, nə qələt eləsən də Cahangir kimi qardaşın var yanında, dostun var. Niyə belə elədin, hə sən? Yenə deyirəm Seyran, vallahi yenə deyirəm. Nə qələt eləsən, mənim kimi qardaşım var arxanda, amma bizcə qulaq as mənə, məcbur qaldım. Məni başa düş, məcbur qaldım. Nəyə məcbur oldun, hə sən? Nəyə məcbur oldun da Cahangir? Sən nəyə məcbur oldun ki, belə bir alçaqlığa el atdın, hə? Cavab ver də mənə cavab ver. Cavab ver mənə, Cahangir.
Axtardığın cavabları orada tapmayacaqsan. Bəs harda axtarım, hardan tapım dayı? Axtardığın sənin yaşadıqların deyil. Axtardığın görmədiklərindir. O kitablarda həqiqətin yalnız işarələri var. Həyatsa həqiqətin özüdür. Mən neyniyim, necə eləyim? Həyatın üzünə dik bax. Bax, axtardıqlarını orada tapacaqsan. Mən həyatla bütün bağımı qopartmışam da. Həyatın gözünə dik baxmağa da gücüm yoxdur. Bilmirəm. Bilmirəm hara gedim, neyniyim, necə eləyim. Heç olmasa sən kömək elə mənə, Nasim dayı. Mənə bir yol göstər. Qədir, fikirləş. Yaxşı-yaxşı fikirləş. Bax, yaşadıkların səni bir neçə yola apardı. Özünü öldürmək istədin. Ama o çıkış yolu değil, bu acizliydi. Belki sen de benim kimi Bəbiri yox eləmək istəyirsən. Ama bu da həyat yolu deyil. Bu həyatı məhv eləməkdir. Deyirəm, bəlkə polisə müraciət eləsin. Ha? Kanuni yolu seçəsən. Düşün, Qədir. Yaxşı-yaxşı düşün. Bir yol seç. Sözün yoxdur, hə deməyə? Əslində var Seyran. Var ama qulaq as. Onsuz da sənə inanmayacağım. İnansan da inanmasan da deməliyəm edədə. Hamısını dədən elədi. Allah hamısını dədən elədi. Başım oynaşdı. Hə, mən neçə ildir bu şirkətdə zülüm çəkirəm, əziyyət çəkirəm Seyran, gözünün qabağında. Bu şirkəti çiynimin üstündə gəzdirəm mənəm, sənin dədənin başı şişədə qarşında evinizi mən dolandırmışam. İndi mənim üzüm ağ olursa, mən sənin ata əvəzinəm, əmi əvəzinəm, yekə oğlansan, mənim üzümə qayıdırsan, məni itdi qovan kimi qovdu şirkətdən. Amma ürəyim rahatdır, bilirsən niyə? O Sultan da getdi. Bax, mənim ürəyim rahatdır indi. Mənim torbamı çıxdı axı. Bəs bu şirkəti çiynimdə daşımışam neçə ildir. Bəbir, sən məni nətər heçə saya bilərsən, nətər heçə saya bilərsən. Seyran, vallahi məcbur oldum. Atan mənə başqa yol qoymadı, qurban olum sən. Məcbur oldum, ata. Mən bilirsən də xəstə balam var axı. Kazandığım onun üstündə də bilirsən axı sən. Məcbur oldum Seyran. Sən də balasan, başa düş, qurban ol Bədəndəcim. Başa düş. Bəs mənim günahım neydi, hə? Niyə öz davalarınıza mənə qatdınız?
Elədim hə, düz deyirsən. Vallahi elədim. Sənin heç bir günahın yox idi. Düz deyirsən, mən səndən istifadə elədim. Amma mən bağışla. Amma mən vəziyyətimi başa düş. Sən bilirsən ki, bir dənə dəyişilməyən şey var. O da mən səni çox istəməyimdir. Sənə qurbanım, mən səni çox istəyirəm. Yalan deyirsən. Çox istəyən adam belə eləməz. İnanmışdım, sənə güvənmişdim Cahangir. Gəldin dedin ki, vəziyyətdən qurtardım, səni apardım, bastırdım. Sən bastırmadın onu. Sən o gün məni bastırdın. O gün mən də öldüm oyla bir yerdə. Batırdın sən mənə Cahangir. İndi sən mən başa düşmək istəmirsən, hə Seyran? Mən səni nə qədər pis vəziyyətlərdən qurtarmışam, yekə oğlansan. Dədən yol qoymadı mənə. Sən dədənlə bir həftə işləyə bilmədin, Mən neyniyəməliydim? Nə olar mənə başa düş. Seyran, vallahi sən mənim balaca qardaşımsan. Sən məni başa düşməsən, məni heç kim başa düşməz. Dədənlə yollarımız ayrıldı. Olsun. Sən məni başa düş. Gedib ona da heç nə demə, yaxşı qurban ol. Bəs mənə kim başa düşsün? Mənə kim başa düşsün Cahangir? Dost dediyim adam mənə belə eləyir. Onsuz da atamla münasibətlərim yox kimidir. Sevdiyim qız torpağın altında, arvadımla münasibətim pis vəziyyətdə, aləm pərəm-pərəm olub. Sən də belə. Sən də bir yandan sındırdın mənə Cahangir. Mənə heç kim belə sındırmamışdı ya. Heç kim belə sındırmamışdı məni. İnan Allaha o qədər haqlısan ki. Kaş mən səni başa düşdüyüm qədər sən də məni başa düşəydin. Bunlar məni başa düş. Səbirli ol. Mən özümü sənə bağışladacağım. Sözüm mən sənə deyirəm. Mən özümü sənə bağışladacağım Seyran. Bağışlasam nə olacaq, bağışlamasam nə olacaq? Onsuz da bunun sənin üçün heç bir əhəmiyyəti yoxdur. Mən də sənin üçün heç kiməm. Heç kiməm Cahangir. Seyran. Biz bura niyə gəldik? Biz bu işi uzatdıqca uzanacaq. Hər dəfə bir problem çıxacaq. Sultan, mən sənə bir şey deməliyəm. Bilirəm nə demək istəyirsən. Bilirəm, deyəcəksən işin yox, gücün yox, borcun içində üzürsən. Narahat olma. Sənə söz verirəm ki, iş də tapacam, güc də tapacam, borcları da qaytaracam. Hər şey yaxşı olacaq, onu demək istəyirəm. Mən istəyirəm ki, sənin üzün gülsün. Təzə bir həyata başlayaq. Başa düşürsən? Keç nə istəyirsən, bax bəyəm. Keçək. Seyran. Niyə əl çəkmirsən məndən? Seyran qurban ol. Bax, başa salacağım səni, izah edəcəm hər şey. Nəyi başa salacaqsan? Nəyi izah eləyəcəksən sən mənə? Seyran, haqlısan. Amma sən bilirsən o gedə məndən nə qədər pul aldı? Hə? Məni taladı o. Hə, mən vardan yoxdan çıxdım, hər şeyimi ona verdim. Amma məcbur idim. Qurban olum. Atana demə bunları. Mən özümü sənə bağışlayacağım Seyran. Sən mənim qardaşımsan axı Seyran. Bəsdir Cahangir. İnanmıram sənə. Mən səni doğman bilirdim, yaxınım bilirdim mən səni. Atamdan çox istəmişəm mən səni, ondan çox hörmət eləmişəm mən sənə. Qardaş da adama belə eləyər. Atama deyəcəm. Deyəcəm ki, adam ölməyib, sağdır. Nə? Nə adam, hə? Hansı adam? Vurduğum adam. Ölməyib, sağdır. Cahangir bizə yalandan deyib ki, aparıb bastırmışam onu. Nə danışsan, hə sən? Düz deyirəm. Ha? Hə. Səndən söz soruşuram, cavab ver. Düz deyir bu. Hə, düz deyir. Düz deyir, sənə görə elədim. Vaxtında məni buradan iti qovan kimi qovmasaydın, belə də olmazdı, işimiz də yağ kimi gedərdi. Əcəb elədim Bəbir. Nə deyirsən? Sən neynəmisən, hə, Cahangir, hə? Neynəmisən sən? Hə, bəs nə bilirdin?
Bəs sənin başın orada burada qarışanda bu şirkəti mən idarə edirdim də, bəbir. Bu şirkət mənim üstümdə ayaqdaydı. Sən neynədin? Məni verdin onun bunun ayağına, o sarı pişiyin ayağına verdin məni. Nə oldu? Sən elə bilirsən ki, mən səni tanımıram. Sən bu şirkətdə nə qədər malların dalına keçəndə elə bilirdin bilmirəm. Mənim qabağıma gətirib süni, saxta sənədləri düzəndə elə bilirdin görmürəm. Mən hər şeyi görürdüm, alçaq, əclaf. Əvvəllər fikirləşirdim ki, Cahangir belə şey eləməz, o mənə yaxın adamdır, amma sonra gördüm ki, necə alçaq adamsan sən. Haqqım çatan dəyəri vermədim, bəbir. Haqqım çatan dəyəri versəydim, mən də belə eləməzdim. İndi üzüm üzünə, gözüm gözünə deyirəm ki, haqq eləmişəm, əcəb eləmişəm. Hələ az eləmişəm, bəbir. Az eləmişəm. Tanı ədədəni. Mənim bu gədiyə yazığım gəldi. Bu yetimə, bu tüfilə, bu dədəli nənəli yetimdir. Sənin ucbatından. Məndən olsa, bütün şirkəti batırardım. Sən qələt eləyərsən Cahangir. Başını daşa döyərsən. Alçaq. Sənin yerin türmədir, türmə. Tutturacam səni. İt kimi mələyəcəksən o türmələrdə. Orada qalıb öləcəksən sən. Dəyin görüm, telefon haradadır? Zəng elə. Elə. Eləməyən heç bəbirdir. Elə. Mən də tək getməyəcəm, bəbir. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Sən də özündən aparacam. Deyəsən, Rəfiqə yadından çıxıb, əlin qolun bağlayıb kəndirləmişdin orada. Nə fikrim var idi? Bəlkə videosunu çəkib şantaj eləmək istəyirdin. Nə eləmək istəyirdin, bəbir? Can, qurban olaram sənə. Bəbir müəllim. Nə? Rəfiqə... Ata, Rəfiqəni sən öldürmüsən? Cavab ver də, o Rəfiqəni sən öldürmüsən? Hə, bizim ikimiz də yaxşı bilirik Rəfiqə necə ölüb. Hə, bilirik, bəbir. Amma sən mənə çox haqsızlıq elədin, biləsən. Mən neynədim? Sustum. Amma
And olsun o xəstə balamın canına. Bundan sonra susan da öyle. Neynəsən vaxtında cavabını alasın. Bundan sonra mənim itirəcək heç nəyim yoxdur. Cahangir. Cahangir. Rədd ol buradan. Bir də gözüm səni görməsin. Bir də qabağıma çıxsan, əlimdən xata çıxacaq ha, Cahangir. Rədd ol. Gedirəm. Gedirəm, ay bəbişim, gedirəm. Vallahi gedirəm. Mən də burada qalan deyiləm. O Sultan ki getdi ha, ürəyimdən tikan çıxdı elə bil. Bundan sonra burada qalan şərəfsizdir. Amma sən də ehtiyatlı ol. Bir sözdür deyirəm. Rədd ol. Seyran. Oğlum Seyran. Seyran. Kim de? Ne bileyim. Ay. Kimsen ha sen? Konuşmuyor. Lalsan, səsini çıxart da. Neyəsən burada? Ay. Cebinde neyin var ver böyle göreyim. Bir tane bak görüm ne var orada. Oo süper süper. Sən də mənə deyirsən ki, gəl öz yolunu gedə bilməyən adamla bir ömür yaşa.
Mən sənsiz yolumu tapa bilmərəm Feyran. Bax, yenə deyirəm, gücsüzəm, zəifəm, tez yolumdan çıxıram. Sən də bu xasiyyətlərimi bilə-bilə sevmişdin məni. İndi onu yeniyəm. Mən sənsiz hara gedim? Belə axırıncı dəfə şans verim ona, nə olar, yalvarım. Axırıncı dəfə. Kimlere daldı villa, dolup boşaldı dünya. Olmadı sirrin açan. Nigar, Sehir. Seyranı görməmsən. Yo. Zəng eləyirəm, cavab vermir. Belə olanda əvvəllər heç olmasa mesaj zat yazardı. İndi heç onu da eləmir. Harda olsa gələr. Gələr. Axşamınız xeyir. Axşamınız xeyir. Seyran evdə. Elə onu Nigarla danışırdım. Bilmirəm hardadır. Nə zəngimi açır, nə də ki mesaj yazır. Bayaq mənim yanımdaydı. Sonra çıxdı, getdi. Hara getdi ki? Onunla da dalaşdın. Alo. Ha, mənəm. Nə? Hansı xəstəxanada? Ay Allah, yaxşı, gəlirəm indi. Nə olub? Seyran yenə xəstəxanadadır. Xəstəxanadadır? Niyə? Nə olub ki? Allah bilir gənə nə oyun açıb başına. Ya da axır bir zibil çıxardacaq da. Nə olub? Hara getdilər? Seyran xəstəxanadadır, ora getdilər. Niyə? Nə bilim, yenə də nəsə eləyib də özünə. Axır bir zibil çıxardacaq bu gedə. Ayda. Yazığım gəlir yana. Yazıq xavər deyə qalıb küçələrdə. Nə? Heç nə, deyirəm, otur, istəyirsən çay gətirim sənə. Gətir. Feleh ne derdin var ise ben varam sal başıma bezmişem senin dünyanda onsuz gelir dar başıma. Yere sokum ay dünya boyunu, yere sokum. Niye beni bugüne koyursan? Hiç mi yazığın gelmir mi ay dünya? Hiç mi yazığın gelmir? Kardeş, abi. Hadi. Taksi. Ha kardeşim buyur. Ay sen kurbanım ben. Vurmuşam, maşın süre bilmirəm da indi. Mən aparıb düşürdə bilərsən, hörmət eləyəcəm sən. Ben seni tanıyırım. Normal. Mən iş adamıyım da, iş tanıya bilərsən. O deməkdir ki, mən pulsuz aparasın da. Yo, ben seni başka yerden tanıyırım. Sen o Ülker'in yanındaki adam değilsin ha? Sen Ülker oradan tanıyorsun. Ülker benim dostumun sevgilisidir. Ne istiyorsan o kızdan? Niye el çekmirsen? Bir dayan görüm de. Ülker'in sevgilisi var. Ha var. Dilimin uzun diyan diyeceğim diyan. Şeyde Sultan, benim sarı pişiyim. Neye gülürsen ki sen? Sultan da şey. Ne Sultan da kişi kırığı da ne uzak. Ki ne ağzının katığını dağıtırsan? Ha? Ne ağzının katığını dağıtırsan ha? Ne istiyorsan o kızdan sen? Dayan görüm, dayan demeye bak sen.
Salam Xəbərxan. Necəsiz? Mən həmişə yaxşıyam. Sən necəsən? Mənəm də normal. Sənin üçün yemək sifariş verək də. Yo, toxam yeməyəcəm mən. Hə, necə istəyirsən. Nəsə olub? Bugün Sultan mənə gəlinliyi seçməyə aparmışdı. Evlənirsiz? Deyəsən hə. Nə gözəl. Amma indi sən gərək sevincdən uçaydın, amma elə görsənmirsən. Bilirsiniz Xəbərxan, Sultanı görəndə heç nə danışa bilmirəm, dilim tutulur. Hərdən mən o qədər yaxşı davranır ki, düşünürəm, yəqin axırda hər şey kör olacaq. Yox qızım, sən əvvəl-axır danışmalısan da. Bax, uzun yola çıxırsınız. Bu yol nə qədər sağlam olsa, o qədər uzun ömürlü olar. İstəyirsiniz, haqlısınız. Sən güclü qızsan. Özünü topla. Hər şey əvvəldən axıra nə olub, nə olmayıb, hər şeyi danış. Əgər o səni sevirsə, o səni heç vaxt buraxmaz. Nə bilim, elə bir ki, çox qorxu var içimdə, qorxuram. Yox, qorxma. Nə qədər yolun əvvəlindəsiz, hər şeyi danış, qorxma. Sonraya saxlama. Bax, mən çox şey sonraya saxladım. İndi də peşmanam. Dede, yine geldim. Üzümün abırı yok da isip gelmişim üstüne. Ama keyfimden içmemişim ha bala. Derdinden içmişim. Ata yıkırlar hemen. Yıkırlar beni. Hayat oradan ora vurur, buradan bura vurur. Güçlü olmaktan da yorulmuşum. Adam güçlü olmaktan da yorularmış. Adam mert kalabilmir oğlum. Merdi qova qova namərd eləyirlər. Deyirlər acı ol kişi ol. İndi acı olub kişi olmaq olmur oğlum. Qanımı qaşığa qoymuşam, mübarizə aparıram bu həyatımı. Eləmədiyim pislik qalmıyor. Bir tek savabdan ötürü. O savabım da sensin. Her şeyim sen. Bircə qalxsaydın ayağa, mən də qaldırardım. Yıkılmışam ata, mən də yıkılmışam. Qurban olduğum da bizə bilər atmır ki. Biz də qalxaq.
Biz də qutaraq bu zülümdən, zillətdən. Ata qurban, qalx da nə olar, qalx. Qalx məni çiynində apar dincəlimdə, bax onda rahat gedərəm bu dünyada. Ağa sənə danışım. Deməli, o gün sənin fincanını götürüb, bildi ki, sənin fincanındır, çırpıda yerə sındırdı. Deyirəm, əlbəttə qəsdən sındırdı. Əlbəttə, gördü ki, sənin fincanındır, vurdu yerə. İçin sözünü dedim ona, ağzından çıxan dedim, deməz, sən xavərsən, bu xavərin fincanı deyə, nədir sən evin xanımının fincanını götürüb yerə vurub sındırırsan, o bilsən nə deməkdir? Heç nə demədi, belə mal-mal baxırdı mənə. Heç nə deyəcək, nə deyəcək o vızbaş mənə, heç nə. Nədir onun adı? Yaxşı, sən danışdın mənə, zəng eləyə, xəbər elə, yaxşı, oturmuşam burada, ürəyim partlayır, laf, nigaranam. Gözləyirəm mən, deyərsən mənə də nə oldu? Yaxşı, oldu. Sağ ol, sağ ol. Lətifə, Bismillah. mənim barəmdə deyirdin o sözləri. Nə sözmü? Harda eləmək, Lətifə, eşidirdim. Sən səhv başa düşmüsən. Mən eşitdim. Mən axmaq deyiləm. Eşidirdim hamısını. Utanmırsan yalan danışmağa. Yox, mən nə dedim ki, mən sən düz başa düşməmsən də məni də. Nə olar, bəbil mənimə heç nə demə də. Xavərdə zəng gəlir, mənə deyir ki, danış görüm, nə olub, nə olmayıb. Mən də məcburum, nəsə danışım da, qorxuram, qovdurar bizi, o gətir baxı bizi bu evə. Sorum qalarıq küçədə. Birinci və axırıncı səhvin olsun. Mənim qızım barəmdə hər hansı bir şey danışmaq. Yoxsa özün çöldə bil. Çöldə? Hə. Tezə gəlin, indi gəlmirsən, adam qovdurursan. Qovduraram, hə. Addımını da ata bilmərsən bu evə. Yaxşı, bundan sonra sənin dalınca danışsam, dilim qurusun. Hardan gəlib çıxdı? İslam, gəldin. Nə olub, yaman əsəbi görünürsən. O kişini gördüm. Ülker'den görüşen. Hansı kişi? Bu şəkildəki? Hə. Deyirəm Ülker'den uzaq dur. Mənə deyir sənə nə? Əclafa bax ha sənə. Ay İslam, bəs sən işdə deyildin? Hansı ara gördün onu? İşdəydim hə. Müştərini düşürdürdüm, gördüm gəlir. Maşına oturmaq istəyirdi, qoymadım. Düşdüm, dalaşdıq. Vurdun? Yox hə. Ölürdü onsuz da ayaq üstə. Sultanı da tanıyır bu. Tanıyır? Deyirəm, nə qəribə adamlar var dünyada ya. Bunu sözlə başa salmaq olmur da. Gərək bunu yumruqla başa salasan. İslam, sənə qurban olaram, başıva dönərəm. Dalaşıb eləmə də. Yaxşı, danışdı, nə dedi? Nə deyəcək, heç nə. Dedim, sən bir də Ülkerə yaxın dursan, özündən küsə. Bəlkə Sultana deyək. Yox hə. O biraz gözləyək. Bir də gəlib yaxınlaşsa deyərik Sultana.
Zehnimdə, qəlbimdə, fikrimdəymiş, dərindəymiş. Ona tek yol düşünceymiş, düşününce ipinceymiş. Zehnimde, kalbimde, fikrimdeymiş, derindeymiş. Ona tek yol düşünce. Həyat bizim üçün nə vaxt başlayır? Biz doğulanda, yeriməyə başlayanda, yoxsa düşünməyə başlayanda? Həyat bəs nə vaxt bitir? Arzularımız bitəndə, bizi sevən kimsə qalmayanda, yoxsa biz öləndə? Bəlkə də həyat ancaq hisslərdən ibarət. Sevməyə başlayanda başlayır, ümidini itirəndə bitir. İnsan bəzən elə bir nöqtəyə gəlib çatır ki, dayanır, ətrafına baxır və anlayır. Artıq heç nə əvvəlki kimi deyil. Səslər uzaqdan gəlir, üzlər yadlaşır və içində bir boşluq yaranır. Doldura bilmədiyim bir boşluq. Onda düşünürsən, bəlkə də hər şeyi səhv yerdə axtarmışam. Bəlkə də bizim üçün həyatın bitdiyi yer əslində yeni bir həyatın başlanğıcıdır. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar
dirilən adam